sizlərə Xırdalan şəhərinə 5 nömrəli məktəbə yaxın bir ərazi 2 mərtəbə 4 otaq bir dənə gözəl həyət evi tapmışam. Dəyərli izləyicimiz, paket kupçalı betonmanat da iş olub qoşadaş. Bu evdən yoxdur. Gəl bir dənə keçək evlə danışalaq. İnşallah kürsülü qoşadaş. 2 mərtəbə 4 otaq. Dəyərli izləyicimiz, bu evi alana hamamın aksesuarları hədiyyə ev yiyəsindən. Bax, əsas giriş hissəsidir. Yerlər istif oldu, xanımlar və bəylər. Burada yerləşir sanitar qovşağı. 2 mərtəbə, ikisində də sanitar qovşaqları mövcuddur. Nəzərinizə çatdırım ki, həyətimiz kupçalıdır, paket kupçalı. Burada yerləşir mətbəx, biraz mətbəx belə düzgün, lüstrda düşdüm, qoşadaşla tikilib, mətbəx görsünüz, səliqəlidir. Bir dənə burada qonaq otağına baxın, genişliyə baxın, bir dənə hündürlüyə baxın, pəncərə hündürlüyünə. Tam təmirli, xanımlar və bəylər, Xırdalan şəhərində 5 nömrəli məktəbə, prospekt yola piyada bir məsafə. Burada evin artıq əşyalarını yığa bilərsiniz. Xanımlar və bəylər, yerlər istif oldu. Qalxaq bir dənə ikinci mərtəbədən tanış olaq. İkinci mərtəbədir. Belə giriş hissəsi var, dəhliz hissəsi. Burada da sanitar qovşağıdır, yerlər isti döşəmədir. Sanitar qovşağında xanımlar və bəylər. Burada yerləşir bir yataq otağı, bir dənə yataq otağın genişliğinə baxın. Xanımlar və pəncərələrin qarşısı açıldı. Tam təmirli, lüstrlu, hündürlüdür, qaydasından necə lazımdır. 2 mərtəbə 4 otaq paket kupçalı. Burada yerləşir digər yataq otağımız. Pəncərələrin qarşısı açıldı. Heç bir bina, heç bir həyət evi kəsmir. Burada da yerləşir bizim uşaq yataq otağımız. Bu uşaq yataq otağından eyvana çıxışı var, xanımlar və bəylər. Bir də eyvanda çəkib mən girim, göstərim sizə zəhmət olmasa. Tam təmirli, tam təmirli. Bu həyət evlərimizdən deyili izləyəcəyimiz 3 dənədir. 115.000 manatdır bu həyət evimiz. 110'a da varımızdır. 100'ə də var, 90'a da var. Yan bayandır. Hansına istəsəniz gəlib baxa bilərsiniz, seçə bilərsiniz. Bu mənzilimiz, həyətimiz 115.000 manatdır, kupçalı. 5 nömrə məktəbə yaxın, prospekt yolu 100 metr məsafədə. Səhifəni takib eləməyi unutmayın. Səhifədə nömrə var, əlaqə saxlaya bilərsiniz. Sağ olun, var olun.